Dəyərləndirmənin metod və vasitələri. Doğulandan 6 yaşa qədər uşaqların inkişafının izlənilməsi və dəyərləndirilməsi, müşahidə prosesi, sənədləşdirmə və məlumatların toplanması, onun dərk edilməsi və uşaq haqqında məlumatların bölüşdürülməsidir. Məktəbəqədər təhsil müəssisələrində təhlil sistemi və uşaq inkişafının dəyərləndirilməsi prosesi təşkil edilməli və uşaq inkişafının dinamikasının izlənməsi ilə bağlı planlı sənədləşmə aparılmalı və ailə ilə əks əlaqə qurulmalıdır. Yəni, aparılan müşahidələrin nəticəsində dəyərləndirmə aparılmalı və həmin o dəyərləndirmələr də valideynlərlə, ailələrlə bölüşdürülməlidir. Dəyərləndirmə məlumatların təhlili və nəticələrin çıxarılması prosesidir. Dəyərləndirmə nəzərdə tutulan ümumi təlim nəticələrinə nail olmaqda, uşağın əldə etdiyi irəliləyişi müəyyən etmək üçün qiymətləndirmə əsasında toplanmış məlumatlar barədə mühakimə yürütməkdən və həmin məlumatları şərh etməkdən ibarətdir. Dəyərləndirmənin metodlarına nəzər salaq. Deməli, dəyərləndirmənin metodları müşahidə, müsahibə, şifahi sorğu, fəaliyyət məhsullarının təhlili və portfoliodan ibarətdir. Uşaqlar təlim nailiyyətlərini müxtəlif yolla nümayiş etdirirlər. Seçilmiş vaxt, uşağın əhval-ruhiyyəsi, verilən sualların xarakteri və məzmunu ilə uşağın tanışlığı, onun təlim dilini asanlıqla başa düşməsi nəticələrə əhəmiyyətli dərəcədə təsir göstərir. Demək ki, dəyərləndirmənin metodlarından olan müşahidə iki yerə ayrılır, iki formada aparılır müşahidə. Müşahidə gündəlik müşahidə və dövrü müşahidə olmaqla iki formada təşkil olunur. Müşahidə diaqnostika məqsədi ilə aparılır və davamlı qiymətləndirmə vasitəsi kimi çıxış edir. Bu metoddan istifadə zamanı tərbiyəçilər uşaqların təlim nailiyyətlərini fasiləsiz izləyir, qeydlər aparır, uşaqların əldə etdikləri irəliləyişləri haqqında məlumatı valideynlərinə təqdim edir. Müşahidələrin qeydə alınması obyektiv məlumatın toplanmasından ibarətdir. Müşahidə uşaqların fəaliyyətinə mane olmadan onları izləmək prosesidir. Uşağın gündəlik fəaliyyətlərə necə münasibət göstərdiyini izlədikcə, tərbiyəçi müəllim uşağın vərdişlərə yiyələnmək səviyyəsi, temperamenti, maraqları və ümumi inkişafı haqqında məlumat toplamış olur. Bu metod uşaqların fərdi xüsusiyyətlərini, ehtiyacları, qabiliyyətləri və maraqları haqqında məlumat toplamağa imkan verir. Müşahidə tərbiyəçi müəllimlərə müəyyən edilmiş məqsədlərə dair cəld və düzgün məlumat əldə etməkdə köməklik göstərir. Söylədiyimiz kimi, müşahidənin iki forması var, iki formada təşkil olunur. Gündəlik müşahidə və dövrü müşahidə. Gündəlik müşahidə heç bir qaydaya tabe olmur. Tərbiyəçi müəllim tərəfindən gündəlik həyat şəraitində aparılır. Alınan nəticələr ilkin məlumatlar formasında toplanılır. Dövrü müşahidə uşağın oyun, təlim və əmək fəaliyyəti zamanı aparılır. Bu müşahidə vasitəsilə uşağın fəaliyyəti ardıcıl öyrənilir. Nəticələrə görə cədvəllər doldurulur. Müşahidə əsasən uşağın maraqları və xüsusi diqqəti cəlb edən məqamları aşkar edir. Məktəbəqədər yaşlı uşaqlar oyun və digər fəaliyyət növlərində olduğu müddətdə tərbiyəçi müəllimin müşahidələri yazılı formada qeydə alınır. Qeydlər sərbəst və təyin edilmiş müəyyən vaxta aparıla bilər. Tərbiyəçi müəllimin müşahidələri tarix və qeydləri ilə birlikdə uşağın konkret nə etdiyini əsaslanır. Qeydlər xaraktercə obyektiv olmalı və buraya heç bir rəy, mühakimə və şərhlər daxil olmamalıdır. Müsahibə, digər dəyərləndirmənin metodu olan müsahibə, tərbiyəçi müəllim uşaqlarla müsahibəni söhbət formasında təşkil edir, aparır. O, həmçinin bu üsuldan uşaqların qiymətləndirmə göstəricilərini müəyyənləşdirmək məqsədi ilə valideynlərlə aparılan iş zamanında istifadə edir. Uşaq haqqında ilkin məlumatların toplanması üçün aparılır. Növbəti metodumuz şifahi sorğudur. Şifahi sorğu söhbət və oyunlar formasında keçirilir. Sorğu tərbiyəçi müəllimə uşaqların əşyalar, hadisələr, onların xüsusiyyətləri haqqında mənimsədikləri biliklərin, bacarıqların formalaşma səviyyəsini və fəaliyyətlərdə tətbiq etmə bacarığını yoxlamağa imkan verir. Fəaliyyət məhsullarının təhlili növbəti metodumuz. Deməli, bu metodda uşaqlar məhsuldar fəaliyyətin rəsm,
yapma, quraşdırma, kəsib yapışdırma və s. nəticələrinə görə qiymətləndirirlər. Bu qiymətləndirmənin obyektiv aparılması üçün həmin sahələr üzrə normalar müəyyənləşdirilir. Növbəti metodumuz portfolyodur. Portfolyo ingilis dilindən tərcümədə portfel mühüm sənədlər üçün qovluqdur. Uşağın əl işləri, fikirləşdikləri hekayələr, təsviri fəaliyyət məşğələlərinin nəticələri və əlavə olaraq uşağın hansısa fəaliyyətlə məşğul olarkən foto şəklinin, sənədləşdirmə zamanı rol ifadə edərkən foto şəkillərinin saxlandığı bir qovluqdur. Bu iş nümunələri valideynlərlə də öz uşaqlarının nailiyyətlərini görməyə imkan yaradır. Portfolyodan istifadə edərkən uşaqlara dair əldə edilən məlumatlar təhlil, şərh edilir və qiymətləndirilir. İl ərzində tərbiyəçi müəllimlər qiymətləndirmə ilə bağlı qərarlarını qeyd edir və bununla da uşağın il ərzində əldə etdiyi uğurları görməyə imkan yaranır. Portfolyo tərbiyəçi müəllimlərə uşaqların inkişaf və nailiyyətlərinin dəyərləndirmələrinə dair qərar verməkdə bələdçilik edir. Məktəbəqədər yaşlı uşaqların portfolyosu uşağın ayrı-ayrı nailiyyətlərinin adekvat təqdim edilməsi, həmçinin onun sosial, emosional, idraki inkişafı kimi fəaliyyətləri sahələri üzrə əldə edilən nəticələrin nəzərə alınmasına görə effektiv dəyərləndirmə formasıdır. Portfolyo həm formativ, həm də yekun hesabatda dəyərləndirmə məqsədi ilə aparılır və uzunmüddətli proses hesab olunur. Beləliklə, məktəbəqədər müəssisələrdə portfolyonun uşağın imkan və bacarıqlarının, fərdi keyfiyyətlərinin, inkişaf səviyyəsi kompleks qiymətləndirilməsi və inkişaf trayektoriyasının qurulması üçün fərdi nailiyyətlərin təhlilinin vasitəsi kimi müəyyən etmək olar. Portfolyoya hansı sənədlər daxildir? Təsviri və ya gündəlik qeydlər, iş nümunələri, ailə məlumatları, inkişaf səviyyəsi cədvəlləri və inkişafa dair yekun hesabat. Təsviri və ya gündəlik qeydlər. Bu, uşaqların fərdi və ya qrup şəklində fəaliyyətləri haqqında günün sonunda təəssüratların qeyd olunmasıdır. Onlar subyektiv xarakter daşıyır. Bu qeydlər gün ərzində baş verən hadisələr arasında uşaqların müəyyən nailiyyət və uğursuzluqlarını izləməkdə faydalı ola bilər. İş nümunələri. Uşaq tərbiyəçi müəllim valideyn tərəfindən əvvəlcədən müəyyənləşdirilmiş xüsusi tapşırığı yerinə yetirir. Tapşırıq rəsm, kəsib yapışdırma, yarımçıq işi tamamlamaq, quraşdırma, yapma, əşyalarla oyun və s. ibarət olar. Bu, ay, rüb il ərzində inkişaf dinamikasını izləməyə imkan verir. Ailə məlumatları, tərbiyəçi müəllimlər və valideynlər məktəbəqədər yaşlı uşaqların təlim-tərbiyəsi işində daim əməkdaşlıq edirlər. Bu əməkdaşlığın mühüm bir cəhəti kimi ailənin uşaq haqqında məlumat verməsidir. Tərbiyəçi müəllimlər sorğudan istifadə etməklə uşaq haqqında məlumat toplayırlar. İnkişaf səviyyəsi cədvəlləri hər yaş dövrünün sonunda uşaqların inkişaf səviyyələri müəyyən olunur. Uşaqların yaş və inkişaf səviyyələrinin müəyyənləşdirilməsi və qiymətləndirmənin mütəmadi aparılması uşaqların fərdi müvafiq təlim strategiyalarının planlaşdırılması üçün əsas üsul hesab edilir. Bu qiymətləndirmə sistemi təlim strategiyaları vasitəsilə tərbiyəçi müəllimlərin hansı cəhətə diqqət yetirmələrinə və uşaqların davamlı inkişaf təliminə dəstək olmaqda köməklik göstərəcəkdir. Deməli, burada inkişafa dair hesabatla bağlı nümunəmiz də var və eyni zamanda inkişafın izlənilməsi cədvəlimiz də var. Bax, gördüyünüz kimi birinci rüb, ikinci rüb, üçüncü rüb, dördüncü rüb və burada yerinə yetirir, yerinə yetirmir kimi meyarlar var. Meyar cədvəllərimiz var. Uşaq inkişafının izlənilməsinin aparılması üçün meyarlar tərbiyəçi müəllim tərəfindən müəyyənləşdirilir və buradakı cədvəli müəllim doldurmaqla deməli uşaq inkişafının izlənilməsi üçün cədvəli deməli işləmiş olar. İnkişafa dair yekun hesabat nədir bəs? Bu məktəbəqədər dövrdə 2 dəfə 3 yaşın və 6 yaşın sonunda uşağın inkişaf və təlim qiymətləndirilməsi ilə bağlı hesabatın hazırlanmasıdır. Uşaq bu hesabatla növbəti mərhələyə qədəm qoyur. Bu zaman uşağın məktəbəqədər təhsilin sonunda inkişafının səviyyəsi müəyyən edilir. Və burada inkişafa dair yekun hesabatla bağlı bir nümunə var. Və əlavə olaraq bunu da deyim ki, lakin uşaqlar ümumi təhsil müəssisələrinə qəbul zamanı onların inkişafına dair yekun hesabatın nəticələri əsas götürülmür. Və nümunəyə baxaq. Bir dəqiqə buranı təmizləyək.
Burada gördüyünüz kimi inkişafa dair yekun hesabata aid nümunə var. Deməli, uşağın soyadı, adı, atasının adı, uşağın yaşı, məktəbəqədər təhsil müəssisəsi, tərbiyəçi müəllimin soyadı, adı və nümunəni səsləndirirəm. Məsələn, məktəbəqədər yaş dövründə Əlinin adı uşağın mütləq şərtdir, çünki obyektiv xarakter daşıyır. Həm fiziki, həm psixofizioloji inkişafı sürətlə gedir. Əli məktəbəqədər təhsil müəssisəsinə gəldiyi müddətdə boyunun çəkisinin artmasında nəzərə çarpacaq dəyişiklik baş vermişdir. O diqqəti cəlb etməyi xoşlayır. Yəni belə bir nümunə görsəniz, bilin ki, bu söhbət inkişafa dair yekun hesabatdan gedir. Sonda da tərbiyəçi müəllimin imzası, valideynin imzası qeyd olunur. Bu da bizim dəyərləndirməmiz və dəyərləndirmənin metodları və vasitələri.